xeyir olsun, hörmətli tamaşaçılar. İki Sahil İnternet Televiziyasının efirində bizimlə həmsöhbət vericidir. Hər zaman olduğu kimi bugün də görüşünüzdə fərqli bir qonağımız və fərqli bir mövzu ilə gəlmişik. Hörmətli tamaşaçılar, yəqin siz də mənlə razılaşarsınız ki, aşıq sənəti Azərbaycan xalqının qədim, uzun dövrlərdən bugünə qədər ənənərək gələn, zəngin, adət-ənənələrimizi özündə birləşdirən və xalqımız tərəfindən böyük diqqət, qayğı göstərilən, sevilən bir sənətdir. Həmçinin aşıqlar da hər zaman xalqımızın hörmət bəslədiyi, dinlədiyi, sevərək dinlədiyi belə deyək, sənətçilər sırasında, sənətkarlar sırasındadırlar. Bəli, biz bu günləri aşıq sənətindən, aşıq sənətinin keçdiyi inkişaf yolundan, bugünkü aşıq sənətinin inkişaf istiqamətlərindən danışacağıq və mən tək olmayacaq təbii ki, bugün yenə də mənim həmsöhbətim var və istərdim ki, həmsöhbətimi sizlərə təqdim edim. Bugün mövzumuz ətrafında müzakirə aparacağımız qonağımız əməkdar mədəniyyətçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Aşıq Kafedrasının müdürü Aşıq Əhliman Şirvanlıdır. Əhliman müəllim, xoş gəldiniz. Xoş gördük sizi. Çox sağ olun, dəvətinizə görə çox sağ olun. Təşəkkür edirik. Bax, bu istiqlal günündə vaxt ayırıb gəldiyiniz üçün, bugün bizimlə bərabər olduğunuz üçün. Deyirlər ki, aşıqların əhvalları istidən və soyuqdan olmayan hər zaman yüksək olur, elə mi? Əlbəttə, xalqımızla nəfəs alır aşıqlar. Aşıq xalqla, millətlə nəfəs alır. Aşığın sənətini ucaldan da el olur, baba olur. Siz çox sağ olun, savadlı qızımsınız mənim. Görəm ki, özünə diqqətlisiz. Diqqətsiz adamlar, nədir, diqqətli adamlar savadlı olar, müdrik olar. Rəhmətli Aşıq Əhməd var idi, mənim ustadım. Deyirdi ki, ağırlı adamlar deyilən sözü diqqətlə dinləyib, yaxşı dərk edər. Bilmədiyim bilənlərdən öyrənib, bildiyini bilməyənə öyrədər. Həzrət Əlidən sual etdilər, sənin də heç bilmədiyin var məgər? Dedi, bax, oy, bilmədiklərimin üstünə əkər, çıxıb dursan başını göylərə dəyər. Söhbət açın Məhəmməd Peyğəmbərdən, heç vaxtı demədi, çox bilənəm mən. Onun sözündəki hikmətə baxsan, oxu öyrən dedi, ta əvrət edər. Deməli, insan oxumalıdır, həmişə axtarışda olmalıdır, diqqətli olmalıdır, sözün diqqətdən getdi daha. Elmin birinci mərhələsi lal olmaqdır, susmaqdır, deyiləni dərk eləməkdir, həzm eləməkdir. Bu, böyük dühaların sözüdür, mənim sözüm deyir ki, qaldı ki, aşıq sənətindən gələndə, əlbəttə, aşıq sənətinin tarixi nə qədər qədimlərə gedir. Mən üzr istəyirəm, Əhliman müəllim. Bu arada, əsas odur ki, bizim üçün maraqlı idi sizin əhvalınız bu günləri. Çox şükür, hər şey yolundadır, qaydasındadır. İnanırıq ki, doğrudan da sənin bir münasibət olacaq. Mən istəyərdim o zaman ilə başlamışıq aşıq sənətinin tarixindən, inkişafından. Tamaşaçılarımıza, bizə, ümumiyyətlə, sizin fikirləriniz maraqlıdır. Ozan dövründən bugünə qədər bu sənətin keçdiyi bir inkişaf yoluna nəzər salanda nələr deyəcəksiniz? Baxın, o barədə nəinki 1 saat, 2 saat, günlərlə, aylarla danışmaq olar. Ozanlar, ümumiyyətlə, Azərbaycanın, türkün mədəniyyəti ozanlardan gəlir. Türkün mədəniyyəti ozanlardan gəlir. Çünki elm Peyğəmbərimizdən gəlir. Düzdürmü? Odur ki, o ozanlar, yanşaqlar, varsaqlar adı ilə gəliblər, ozanlar adı ilə gəliblər. 15-ci əsrdə, 16-cı əsrdə aşıqlıq adına gəlib çıxdı bu ad. Ondan əvvəl də müdrik sözlər olubdu, ondan əvvəl də hikmətli sözlər olubdu. Bunlar haradan gəlir? Ozanlardan. Aşıqlıq ümumiyyətlə, aşıqlıq aşıqlıqdan gəlir. Aşıq olmasan, aşıq da ola bilməzsən. Odur ki, böyük ustad Molla Cümə deyir ki, aşıqlıq Adəmdən icad olubdur. O Adəm babanın nəvəsiyəm mən. Nə qədər dünyaya ustadlar gəlir, birinin hamısının ustasıyam mən. Deməli, Molla Cümənin fikrincə beləncik qərara gəlmək olur ki, aşıqlıq Adəm ata, Adəm baba Həvva nənədən gəlir. Ola
Adəm babanın nəvəsiyəm mən. Oradan süzülüb gəlir. Gəlir, ta bura qədər. Dası gedəndə də o gəldikcə onun yolları da dəyişir, maniyələrlə rastlaşır, nələrlə rastlaşmır. Uzun bir tarix, keçmiş bir tarix inkişaf yolu. Bəli, bunların hərəsindən nə qədər danışsaq, ona görə deyirəm ki, çox olmaq lazımdır. Və biz gələk birbaşa, misal 19-cu əsrin ustadlarından özü bəri. Çünki 19-cu əsrin ustadlarından özü o tərəfə, onların hamısının bizə sözləri gəlib satıbdır. Sözləri, misal Aşıq Qurbani, o yaşayıbdır 15-16-cı əsr Şah İsmail'dan bir dövrdə. Qurbaninin bizə sözü gəlib satıbdır. Sazı gəlməyib ki, musiqisi gəlməyib ki. Odur ki, deyir ki, Aşıq Qurbani, Qurbanının bir sözü var, sallana sallana gedən salatın, gəl belə sallanma, göz dəyər sənə. Asta yeri seyra vurlar bilməsin, yayın bədnəzərdən göz dəyər sənə. Getmə, dayan, görüm kimin yarısan, hansı bəxtiyarın vəfadarısan, kölgədə bəslənmiş quzey qarısan, səhərin günəşi tez dəyər sənə. Qurbanı deyir, heç kəs yarın öyməsin. Bağla, gəl açım sinənin çarpaz deyməsin, dəstələ züflərin yerə dəyməsin, yollar ubarlanar, toz dəyər sənə. Bunun sözü gəlib satıbdır bizə. Və bu da oradan keçdi Aşıq Abbas Farqanlı. Onun da sözləri gəlib, özə elə sözləri var ki, Aşıq Abbasda aşıqların peyğəmbəri adlandırırlar ona. Duman gəl, get bu dağlardan dağlar yeni var eyləsin. Nə gözlərim səni görsün, nə könlüm qumar eyləsin. Və yaxud deyir ki, nə ağlarsan, nə sızlarsan, bir dərdi 5 olan könlüm, axırda zülnar bağlarsan, qəmə sirdaş olan könlüm. Bir qız gəlir obasından, alım dərdi bəlasından, çərxi fələk badasından, içib sərxoş olan könlüm. Abbas ağlar arsız-arsız kitabda belə yazır. Abbas ağlar arsız-arsız, dünya olub etibarsız. Mən o tədqiqatçı kimdirsə, Abbasın bu sözün bəstələyən kimdirsə, mən ondan razılaşmıram. Nəyə görə? Arsız-arsız ağlamazlar, arsız-arsız gülən eşitmişəm mən. Yəqin siz də mənim sözümə düzdürmü? Deyir ki, misal rəhmətli anam, qonşu qadınlar, yaşlılar, yəni yun darıyırdılar, bir də ödən ki, gülüşdülər. Deyir ki, bu azad, arsız-arsız gülləmdir. Arsız-arsız gülləmdir. Yəni, arsız-arsız ağlamazlar, o obraz yaradar. Aktyorluq edir, arsız-arsız gülən adam. Deyir ki, bir bayatım var, mənim görüm ayaqlarını o barədə yazmışdım ki, arsız, deyəcəm indi yadıma düşür. Yəni deyir, Abbas ağlar arsız-arsız, Abbas ağlar arsız-arsız, dünya olub etibarsız. Mən fikirləşirəm, Abbas deyərdi ki, Abbas olmaz ahuzarsız, dünya olub etibarsız. Dünyanın etibarsızlığına görə Abbas da ahuzar içindədir. Odur ki da, mənim öz fikrimdir bu. Ki, bəzi adamlar deyir ki, o qədər belə dastanlarda səhvlərə rast gəlmək olur. Misal, Tahir və Zöhrə dastanında Bala Nərgiz. İşləyirsiniz, budur gəlib bahar fəslasıdır, Lala Nərgiz, ağız sürdüdürlər, Qəmadilim baxır, Bala. Bu Nərgizi tərifləyir ki, Nərgiz bunu buraxsın, geçsin. İndi ikinci məndə var. Deyir ki, əlimi vermişəm, mələk canım qurban fitnə fələ. Fitnə fələ nə can qurban eləməyəm? Belə ola bilməz. Əlimi vermişəm, mələk canım qurban şirin dilə. O belə var.
Amma əsrdən bəri də oxuyuqla gəlirdi. Biri səhv elədirsə, hamısı səhv edir. Burada Aşıq Ələsgərin sözü yada düşür. Ələsgər elmində olmayan abələr danışanda sözün çıxmasın qələt. Deməli, elmi oxu, elmə inan. Səndə də səhv elmi mənimsə, səndə də səhv tutmasınlar. Deməli ki, kimsə elmsizdir, elmsiz adamlar olurlar naşır, mənim öz şeirimdir. Elmsiz adamlar olurlar naşır, elm mumeylər, dəmiri daşı. Peyğəmbər buyurub, ölüncə oxu, elmlə uzalır insanın başı. Mədəniyyət də elmin bəhrəsidir. İnsanlığın da birinci köklər başlayır. Ümumiyyətlə, Quran ayələrində də işlədiyimə görə var ki, insanı formalaşdıran əsas 3 şərt götürülür. Ocaq, məktəb, mühit. Ocağı təmiz, məktəbi güclü olan, yəni elmi insanlara mühit qalib gələ bilmir. Onlar əksinə mühit yaradırlar. Düzdürmü? Odur ki, elm burada görünür. Ola bilsin, o dastanları tədqiqatçı arayıb axtaranda, elə xala-xətirin kitab tez başa çatsın deyənə gedir, oxuyuram, görürəm də, Aşıq Ələsgərdə də belədir. Ələsgərin tədqiqatçısı nə qədər səhvə yol verir. Bu neçədir müqərrəyin mələyi, neçədir müqərrəyin mələyi? Ələsgər sual verir. Neçədir müqərrəyin mələyi rəqibinə? Onların içinin hansıdır bəyi? Nə canlı, nə cansız ərşin diləyinə üstə canlandı, möhtəbər olur. Rəqibi aça bilmir bu qıfıl bəndi. Öz açır ki, 16-dır müqərrəyin, kitabda da belə yazılır. 16-dır müqərrəyin mələyi, hürlüsə də onun içinin bəyi. Fikir ver, o ki, deyir, el gözü sınaqdır. Mən bu qoşmanı nə vaxtlarında oxuyuram, kitablarda da belə yazır. Nardaran kəndində Hacı Abbas var idi. Tutdu məni, oxudum, tutardım mən dastanı, da o rəvayəti, balaca dastan. Sonra bir otaqda ikimiz oturmuşdu, söhbət edirdik. Deyir ki, Əyləman müəllim, o dastanı deyir, Ələsgəri deyir, sən bizə deyir, güclü tanıtdın. Biz deyir, muğam sevərlərik. Bəs deyir, Ələsgərdə o söz var, o nə tərqi? Ələsgər deyir, filosof imiş ki, bizim xəbərimiz yox imiş. Dedim ki, bəs deyir, yox, orada dedim, müqərrə mələyindən getdi söhbət. Dedim, neçədir müqərrəyin mələyi? Bəs onların içinin hansıdır bəyi? Cavabı deyir, nətər oldu? Dedim, hürlüsədir onun içinin bəyi. Dedim, gəlin fikirləşək. Ələsgər kimi dahi belə deyir, səhvə yol verə bilməz. Hürlüsə qadın adıdır, daha qardaş, elə deyil, deyim, bəli. Deyim, bəs qadından harada bəy ola bilər? Ki, hürlüsə də onun içinin bəyi. Elə deməz Ələsgər. Ələsgər deyər ki, Cebrail də onun içinin bəyi. Fikir ver, odur ki, el gözü ən böyük sınaqdır. Aydındır. Əhmən, biz aşıq sənətində daha qədimən olan dastanlarımızın ümumiyyətlə tədqiqatçılar haqqında da danışacağıq. Sizin də ətraflı bizə məlumat verdiniz, təşəkkür edirik. Mən istəyirəm ki, mövzunun əvvəlinə qayıdaq. Bizim üçün maraqlıdır. Bu günləri danışaq aşıq sənətinə olan dövlətimiz tərəfindən diqqətdən və qayğıdan və bu diqqət və qayğının müqabilində bugün gənclərin bu sənətə olan həvəsinin, marağının artmasından necə qiymətləndirirsiniz bu gənclərin fəaliyyətini? Razısınız? Əvvəla dövlətimiz aşıq sənətinə çox böyük diqqət verir. UNESCO-nun irsiyasına yazılıb aşıq sənəti. Mən deyirəm ki, yazdırdı. Dediyi həm də yazdırdı. Sağ olsun Mehriban xanım, muğamı da, tarı da, sazı da UNESCO-nun irsiyasına yazdırdı. Dövlətimizin rəhbəri, mən şəxsən dövlətimizin rəhbəri prezidentimizlə 3-4 dəfə rayonlara səfərlərində qarşılamışam mən onu. Nə qədər diqqətlə qulaq asıb o mənə. Nə qədər? Gözəl diqqətlə. Bir var ki, elə belə xala-xətirin qalmasın. Bir də var, 22 dəqiqə mən qulaq asıb. Ucar rayonuna getmişdi, 1907-ci ildə. Çox böyük
rəhbərlərinin, dövlətimizin də, xalqımızın da aşıq sənətinə böyük diqqəti var. Qaldı gənclərə. Gənclərimiz də artıq bizim universitetdə, İncəsənət Universitetində 17-ci ildə saz ixtisası kafedrası var ayrıca. İldə bir 20-30 nəfər sənət verir. Bəziləri testdən keçə bilmirlər, çoxsu. İldə bir orta hesabla 7-8 qəbul olur. Bu böyük göstəricidir. Ondan sonrasında biz onlarla imtihanı götürəndə həm qabiliyyətinə baxırıq, həm saz çalmağına, həm ağlına. Birinci ağıl. İndi gənclər arasında üzr istəyirəm, o qədər ruhu xəstələri var ki, nasıl ətraf mühtəzələr bulan xəstə deyil. Danışığından, hərəkətindən mən bir şeyim var, deyirəm ki, eşidəndə çağrığına gəlməyən bilinir insanın bədniyyətidir. Hərəkətini, danışığını bilməyən görünür xəstəliyə qalır. Valla belədir. Ağlını da yoxlayırıq biz bunun, suallar veririk, cavab, şeirləri, dastanları görürük, xəbərdardırlar da. Elələri də var, 2 dənə hava çağır gəlir, mən də gəlmişəm. Sandan sonra da deyir ki, fikir verir. O müəllimin çıxandan sonra görsün nə edəcəm. Demək, xəstədir də bu. Xəstədir bunlar. Amma çox güclü, savadlı gənclərimiz var. Çox güclü sazı da çalan, ifa eləyən, səsi də, oturuşun, duruşun bilən də, rəhmətli Aşıq Ələsgər aşıq sənətinin nizamnaməsini yazıb qoyub gedib. Necə ki, Hipokrat andına əl basmır, and düşmürlər həkimlər. Jurnalistlər Həsən bəy Zərdabinin hərbçilər hərbi and qəbul edirlər da. Aşıq sənətinin ustavında, yəni nizamnamə, Ələsgər yazıb gedib. Deyir ki, aşıq olub diyar-diyar gəzənin əzəl başdan bir kəmalı gərəkdir. Oturub duranda ədəbin bilə mərifət elmində dolu gərəkdir. Xalqa həqiqətdən mətləb vandıra, şeytanı öldürə, nəfsin yandıra, el içində pak otura, pak tura, balısıca xoş sədalı gərəkdir. Bu 5 bətdir, mən ikisini dedim bunu, bilirəm, yəni sözümün canı odur ki, elə o 1-ci bətdə 5-ci bəndin hamısını tamamlayır. Əhmən müəllim, əslində o klipinizdə kənd cəmiyyətinin klipdə iştirak eləməsi, sizə o qədər dəstək olması həm sizə, həm də bu sənətə olan sevginin, sayğının nümunəsidir. Xalq hər zaman sizi sevir, dəstəkləyir, hər zaman, ümumiyyətlə, bu sənəti hər zaman xalqımız üçün önəmli olubdur. Saz, qopuz hər zaman evimizin ən yüksək köşələrində saxlanılır, hörmət bəslənirdir. Hesab edirəm ki, bu da onun bir nümunəsidir. Bayaq biz mətbuat günündən kamera arxasında danışdıq ki, yaxın günlərdə jurnalistlərin bəli mətbuat günü keçiriləcək. Siz də açdınız kitabınızı, qoydunuz qabağınıza. Mən istərdim ki, 60 gəndə bu mənada da söhbətinizi gətirək jurnalistlərin peşə bayramına və bundan da sizdə... Jurnalistlər xalqın dilidir, elin dilidir. Jurnalistlər səyyahdır. Jurnalistlər müqəddəsdir mənim aləmimdə. Gedib odun alovun içində, güllərin içərisində müsahibə götürmə hələ-hələ adam işidir. Özü bizim jurnalist xanımlarımız var ki, 2 qeyrətdir. Jurnalist qardaşlarımız var ki, Allah rəhmət eləsin, o müharibədə gedib jurnalist vardı. Çingiz Mustafayev. Çingiz Mustafayev. Allah rəhmət eləsin. Sonra biri də var idi, yadımdan çıxıb, yaddaşım çox vaxtlar belə körəlib ki, Allah rəhmət eləsin hamısına, amma dəyərli jurnalistlərimiz çoxdur. Dəyərsizlər də var, hər yerdə var, aşıqların dəyərsizi, xanəndələrin dəyərsizi, həkimlərin dəyərsizi, valla. Deyir ki, çox mənim dalımca gileylənən qız, bir məndən deyəndə özündən də deyir, haqqa aldanıb, haqqı unutma, əyridən deyəndə düzündən də deyir. Gəl biz bir-birimizi tərifləyək, 10 gün, nə olsun? O qədər sənətin üzünə qara pərdə gətirən sənətkarları var ki, deyir ki, quş qanadla uçar deyib atalar, quş özü uçmasa qanad neynəsin?
Bu qoca dünyadan möhnət hissələr, ömür pis olarsa, möhnət neynəsin? Atlas pula getmir bez aləmində, hər şeyin yeri var öz aləmində, sənət aləmində, söz aləmində, sənətkar zaydsa sənət neynəsin? Yazıq sənət neynəsin ki, bunun sənətkarı caydır. Amma yaxşı jurnalistlərimiz çoxdur. Eşq olsun o yaxşılara. Mən də sizin mətbuat günü münasibəti ilə təbrik edirəm. Bütün Azərbaycan jurnalistlərinə ki, bugün mətbuat günüdür, mübarəkdir bu gününüz. Neçə əsrlər dolansa, unudulmaz bir sözünüz, mübarəkdir bu gününüz. Axırıncı bəndin deyirəm, əhlimanam, xoş avazla, gəlmişəm ətirli yazla, siz qələmlə, mən də sazla, dünyaya düşsün səsimiz, mübarəkdir bu gününüz. Təşəkkür edirik. Eşq olsun, mətbuat günü münasibəti ilə Azərbaycanın yaxşı jurnalistlərinin hamısını təbrik edirəm. Təşəkkür edirik Əhman müəllim, çox sağ olun. Şeirinizə görə, xoş sözlərinizə görə minnətdarım sizə. Əhman müəllim, bir daha təşəkkür edirik sizə. Çox sağ olun, vaxt ayırıb gəldiyinizə görə və maraqlı müsahibəyə görə təşəkkür edirik bir daha. Çox sağ olun. Belə hörmətli tamaşaçılar, siz Kisayən TV televiziyasının efirində bizimlə həmsöhbət verilişini izlədiniz. Biz bugün aşıq sənətindən danışdıq. Bizim xalqımızın qədim, zəngin sənətində olan aşıq sənətindən danışdıq. Sazdan, sözdən danışdıq. Düşünürəm ki, olduqca maraqlı bir müsahibə oldu. Bunu da siz ekran vasitəsilə yansıda bildik. Həmsöhbətimizə əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Aşıq kafedrasının müdürü Aşıq Əhlimən Şirvanlı idi. Hörmətli tamaşaçılar, bugün daha bir bizimlə həmsöhbətin sonuna gəlib çıxdıq. Növbəti verilişlərimizin birində yenə görüşmək ümidi ilə deyilik. Sağ olun, salamat qalın.